Salam, bu 6-cı dərsimizdir. Bu dərsdə serial əlaqə ilə beynin və bədəni birləşdirəcəyik. Bu dərsdə biz ilk dəfə olaraq Python kodumuzu Arduino ilə əlaqələndirəcəyik. Bu video dərsimizdə sizdə 6-cı dərsdə olan kodun izahını verəcəyim. Gəlin kodumuza baxaq. İlk olaraq içəridə kitabxanamız var. Bu kitabxana bizim üçün yenidir. İlk kitabxanamız serial kitabxanasıdır. Serial kitabxanası vasitəsilə biz datamızı kompüterimizdən Arduino'muza göndərmə imkanımız olur. Bu USB kabel vasitəsilə gerçəkləşir. İkinci kitabxanamız isə Time kitabxanasıdır. Bu isə bizə icazə verir ki, biz bura müəyyən bir müddət qoyaq. Bu müddətdə isə Arduino'muz kompüterimizə bağlansın. Gəlin digər sətirlərə baxaq. Burada portumuz var. Port nə deməkdir? Kompüterinizdə bir neçə USB girişi var. Onlar kompüterin portlarıdır. Gəlin ki, biz kompüterin USB-ni Arduino, yəni kompüterinizin hər hansı bir portuna taxmısınız, amma bilmirsiniz hansıdır. Bunun üçün nə etmək lazımdır? Başlata gəlirsiniz, Device Manager yazırsınız. Gördüyünüz bu. Bunu yazırsınız. Girdiksiniz içindən. Girdikdə burada görürsünüz bir neçə seçim var. Bizdə bura port hissəsi lazımdır. Port hissəsini açırsınız və gördüyünüz kimi 3-cü porta qoşulub mənim Arduino. Buradan çıxa bilərsiniz. Sonra isə sizdə məsələn bu fərqli ola bilər, 11 ola bilər, 12 ola bilər. Gəlib burada dəyişirsiniz hansı port isə sizdə və davam edirsiniz. Bu isə mənim sürətdir ki, hansı data ötürülür bu sürətlə, bu eyni olmalıdır, yəni Arduino ilə. Kodla Arduino eyni olmalıdır, əks halda data getməyəcək. Bu hissədəki kod bizə icazə verir ki, biz Arduino'muza bağlanaq, yəni try, yəni çalışır ki, bağlansın Arduino'ya. Bağlanırsa deməli burada porta qoşulduğunu bizə print olaraq göstərir. Qoşulmursa da error verir. Qoşulmadığı an isə budur, except, yəni ki, Arduino qoşulmayıb yəni və kodu bitirir. Əgər qoşulubsa bizə terminalda yazır ki, komandları seç. Bu Python terminalına yazır ki, komandları seç. Bu komandları seçərək Arduino'muzda olan LED-i yandıracağıq. Əgər 1 seçiriksə deməli Arduino yanır, 0 seçiriksə sönür. Burada isə while true əmrimiz var. Bu əmr haqqında əvvəl danışmışdıq. Bu bizim davamlı datamızı göndərmək və yaxud da analiz etmək üçündür. Sonrakı sətirdəki kod isə biz bu sətir vasitəsilə kodumuzu daxil edirik. Yəni input gördüyünüz input daxil etmək deməkdir. Əmrimizi yazırıq, input olunur komanda. Və gəlirik bu hissəyə, şərt hissəsinə. Əgər şərtimiz 1-dirsə, Serial odur ki, yəni serial write deməkdir. Serial yəni USB kabel vasitəsilə yazıcıdan bir Arduino'ya, bitlər vasitəsilə. Və bu vasitə ilə Arduino bunu keçib Arduino koduna baxacağıq. Orada bu tam başa düşəcəksiniz. Burada 1 göndəririk və Arduino orada qəbul edir. Əgər 1 göndəririksə bizə print olunur, yəni yazılır ki, LED yandırıldı. Sonrakı şərtimiz gəlir. Sonrakı şərtimizdə isə 0 yazmışsa Arduino'ya 0 göndərilir. Yəni serial write, yəni yazır ki 0, Arduino isə bunu qəbul edir. Və bu zaman isə LED söndürülmüş olur. Və sonrakı şərtimiz isə biz əgər Q daxil ediriksə, Q hərfini daxil ediriksə, bu zaman ser close, yəni ki proqram dayandırılır. Həmçinin Arduino ilə kompüter arasında olan əlaqə isə bağlanmış olur. Və kodumuz dayanır. Əks halda isə deyəlim əlimiz fərqli bir hərfədə idi. Məsələn 2 yazdıq. Bu isə bizə göstərir ki, yanlış əmr daxil etmisiniz. Siz ancaq 0, 1 və yaxud da 2 daxil edə bilərsiniz. Gəlin Arduino koduna baxaq. Arduino kodunda isə bildiyimiz kimi Arduino'da 2 ədəd ilk Arduino səhifəsi əsasında 2 ədəd hissə gəlir. Void setup və void loop. Void setup hissəsində biz öz kodumuzu quraşdırırıq, belə deyək. Burada sürətimizi Python kodunda olduğu kimi daxil edirik 9600 və bizə lazım olan pini burada setup eləmiş oluruq. Təyin eləmiş oluruq. Məsələn, mən burada LED-in uzun ayağını 13-cü pinə, minus ayağını, yəni ground ayağını isə ground'a bağlamışam. Bunun üçün burada 13 yazmışam. Siz bunu dəyişə bilərsiniz. Digər əsas dövrümüzdə isə burada
bir komandamız var ki, burada da bir şərtimiz var. Bu şərt serialdan, yəni USB-dən gələn datanı davamlı analiz eləyir. Yəni komitədə nəsə gözləyir də, belə deyək ki, onu data göndərsin. Və burada isə gələn datanı oxuyur. Serial read deməkdir ki, USB datadan gələn datanı oxunsun, məlumatlar oxunsun. Və bu char data şeyində saxlayır. Char olaraq data variable'ında saxlayır bunu. Və digər bir şərtimiz isə əgər bu data, saxladığımız data 1-dirsə, o zaman digital write, yəni 13-cü pinə high dəyərini göndərir, yəni 1 dəyərini göndərir ki, işıq yansın. Əgər burada isə Pythondan fərqli olaraq elif yox, elsif istifadə olunur C++-da. Data 0-dırsa, yəni Pythondan gələn kod 0-dırsa, bu zaman low yazır, yəni ki, işıq sönmüş olur. Və deyəlim siz burada kodu yüklədiniz. Kodu yüklədikdən sonra Arduino proqramı bağlamalısınız. Çünki hal-hazırda gördüyünüz kimi Arduino seçildi məndə, bağlıdır, yəni kabel vasitəsilə. Əgər bu proqramı Arduino proqramı bağlamasanız, bu zaman Python kodunuz işlənməyəcək. Bunu unutmayın. Buradan bağlayırıq kodu və yandırırıq. Mən bu hissədə sizə göstərmək üçün Backliner'dan istifadə edəcəm. Gördüyünüz kimi Arduino var burada. Uzun ayaq 13-cü pinə, ground ayaq isə groundda birləşdirilibdir. Bu şəkildə. Gəlin kodumuzu run edək. Kodumuzu run etdikdə Arduino setup olur və gördüyünüz kimi burada bizdə əmr gözləyir ki, biz daxil edək. 1 yazırıq, enterə basırıq. Bir yazda gördüyünüz kimi işığımız yanır. Bu kabel gördüyünüz kimi bu hissə vasitəsilə mənim kompüterimə bağlıdır. Bu hissədə 0 yazdığımızda yenidən bizdən soruşur ki, əmr daxil et. 0 yazırıq və ledimiz sönür. 2 yazın enterə basanda isə ümumiyyətlə kodumuz dayandırılmış olur. Bu video dərsimiz bu qədər. İzlədiyiniz üçün çox sağ olun.